Ata ilə qayıtdıqdan sonra mama ilə çıxdıq, yola getdik hinduşka qaz almağa qonşudan. Qəşəngcə hinduşkaları falan aldıq. Mama gəldi, təmizlədi. Sonra çayımızı içib getdim marketə. Qəşəngcə alış-veriş elədik. Soklar alındı. Salat malzemeleri alındı. Biraz meyve alındı. Çay, konfet falan bunlar alındı. Gəlindi evə. Evdə də salatı, dolma falan hazırladıq. Onları da bir paylaşacağım inşallah. Geçen maraqlı gün oldu. Atanın ad gününə hazırlıqdı. Atanın 65 illik yubileydi inşallah. Geçen pensiyaya çıxır. Atanın pensiyaları yiyəcəm, dağıtacam, paltar alacam. Atam da deyir ki, görsən, yeyərsən. Neyse, market düzə qəşəng kök xiyar qalmamışdı. Elə də yaxşı değildi, amma aldıq, məcbur olub ki, başqa mağazine bir də düşməyək. Amma mən Araz marketi çox sevirəm. Araz marketdən alış-veriş elədik. Apelsinləri falan çox qəşəng idi. Aldıq. Belə. Orada mən kamera çəkdikcə də Tural mənə araya qoyurdu. Gəlinlə ikisi birləşib mənə araya qoyurdular. Burada da oğalığa dedim ki, mənim kartım var, ona vurarsınız. Əlavə mənə bonus gələr. O da mənim kartım, telefonum yaddaşındakı kartım nədənsə işləmədi, bilmirəm niyə. Neyse, alınmadı da yəni. Davamı part 3'də.